Hamınızı salamlayıram ve gördüğünüz kimi artık bunu soba tavasından çıxardıram. Bu nədir? Bu nədir? Bu nədir? Ayda. Çox ləzzətli bir şeydir. Günorta, axşam, səhər, məktəbə gedəndə, işə gedəndə özünüzdə götürə biləcəyiniz ətli, qat-qat börək deyim, pirajki deyim, bilmirəm. Mənim qat-qat xəmirdən xoşum gəlir. Kanalıma həmişə gələn, baxan adamlar bunu bilir. Və xırçıltısı məni həmişə valeh edir. İndi birini böləcəyəm, görəcəksiniz. Əsl mən istəyən xırçıltılı, ləzzətli, içi yumuşacıq, əti bişmiş. Hatta adama nə lazımdır ki? Məsləhətlidir. Siz də xoşlayırsınızsa belə şeyləri hazırlayın. Tez hazırlanır. Və 2 stəkan un götürdüm. 200 ml stəkanım. Bura 1 çimdik, 2 çimdik, 3 çimdik, nə qədər istəyirsiniz. Məndə bir iri çimdik duzdur və bir o qədər də mayadır. Xəmiri mayalandırmayacağım, yox. O dəqiqə hazırlayacağım. Və gördüyünüz kimi südlə su qarışığı bura əlavə elədim. O da 1 stəkandır. Az olsa, xəmiriniz çox bərk olsa, hiss edirsiniz ki, bərkdir. Bir balaca suyu bir xörək qaşığı artıra bilərsiniz. Baxın, xəmiri çox asanlıqla baxın, elə spatula ilə yoğurdum. İndi də əlimlə. Xanımlar süd yoxsa, suyun içərisinə 1 çay qaşığı kərə yağı atıb, onunla da yoğura bilərsiniz. Bir yerə yığacağım. Çox yoğurmaq lazım deyil. Bir azacıq bitki yağı əlavə elədim əlimə. İstəyirsiniz kərə yağı ola bilər. Və bunu baxın, 2 dəqiqəyə əlinizdə belə toparladıq. Düzdür, bu xəmirin mayasını da çox eləmək olar, çox saxlamaq olar, daha sonra çox yoğurmaq olar. Yox, mən tez bazar olsun, hazırlayım, uşaqlar gələcək, yesin. Baxın, belə bir xəmir istəyirsinizsə, artıq hazırdır. Gördünüz, baxın. Masanın üstündə də onu bir azacıq belə yoğururam ki, hamarlaşsın. Yəni, o xırdalar hamısı bir-birinə yapışsın. Artıq yapışdı. İndi içliyini hazırlayana qədər bunun üstünü örtüm ki, qurumasın. Və bir yarım istiyotum var. Əvvəlcədən qiyməni çəkmişəm, mal ətidir məndə. Onu da deyim ki, iri gözündən deməli, ət maşınınızın o iri gözlü setkası var da. Onunla çəksəniz daha maraqlı, daha ləzzətli olur həmişə ət. Çünki bu kotlet deyil. Və axıracan indi bu istiyotu doğrayım. İstiyot dedim böyük idi, onun yarısını doğradım. Nəvəm ümumiyyətlə istiyot sevmir. Deyir, nənə qoyma da onu qoyma da mənim mədəm götürmür. Sizdə də elə bir vəziyyət varsa qoymayın, vacib deyil. Onun əvəzinə göyərti qoya bilərsiniz, onun əvəzinə pomidor qoya bilərsiniz. Yəni ki, kim nə xoşlayırsa onu da əlavə eləyə bilər. Onu deyim ki, əti pendirlə də eləyə bilərsiniz birlikdə. Çox ləzzətli alınır. İndi burada cəfəri varımdır. Cəfərinin quyruqlarını kəsdik. Qəfalarını istifadə edirik. Cəfərinin əvəzinə keşmiş, süd, yəni spanaq, nəyiniz varsa, yoxdursa heç lazım deyil. Düzü bunu o gün canlıda eləmək istədim. Sonra dedim ki, canlıda biraz daha çox vaxt aparır. Biraz orasını burasını kəsərəm ki, qısa olsun və sizə də baxmağa rahat olsun. Göstərirəm sizə ki, görəsiniz. Bunun içində həm keşmiş toxumu var, həm də qara dənə istiyot var. Onu çəkirəm və bura əlavə edirəm. Ümumiyyətlə, hər yeməkdə axırı bir yalan olmasın 4-5 aydır mən bu qarışımdan istifadə edirəm. Sonra danışacağım nə üçün istifadə edirəm. Və burada da gördüyünüz kimi pomidor, suplar üçün, şorbalar üçün, xıngal üçün, hər çeşid yeməyin yanında yeyə biləcəyiniz pomidor turşusu, tomat yox. Bu tomat deyil. Ümumiyyətlə, pomidor əzməsi hazırlamışdım. Onun da videosu var, istəyə görə kanalda açıb baxa bilərsiniz. Və bunu belə yaxşıca qarışdırdım. Bu bizim xəmirin içinə qoyacağımız bir şeydir. İstəsəz
samsa kimi hazırlaya bilərsiniz. Mən bir azacıq belə də yüngül olsun dedim. Və salam, indi xəmirimi 2 yerə böləcəyəm, bunu yayacağım, yaxşıca yağlayacağım. Üst-üstə qoyub, indi ardını göstərəcəyim. İstəyə görə yağlayacağınız yağın içinə sarı kök də ata bilərsiniz. Və gördüyünüz kimi birini yaydım, qatlayıb qoyuram bir qırağa. Un səpməkdən çəkinməyin, nə qədər istəsəz səpə bilərsiniz, ki, rahatlıqla aça bilərsiniz. Nazik açsanız çox faydası var, xırçıltısı daha az, amma ağzınızda çox dağılan olar. Baxın, beləliklə bacardığımız qədər yaydıq, yağladıq, üstünə ikincisini də qoyduq. Onu da yağlayacağıq. Və mən sizə istiotla keşniş toxumunu nə üçün qarışdırdığımı deyəcəyəm. İstiot əlbəttə ki, ədviyyatdır, həmişə qatdığımız bir şeydir. O qara dənəli istiotdandır. Həmişə üyüdüb xörəyə əlavə eləyəndə daha ətirli, daha faydalı olur. Keşniş toxumu isə gecə pis yatırsınız, narahat yatırsınız, yuxudan oyanırsınız, tez-tez hirslənirsiniz, saçınız tökülür. İstifadə edin. Keşniş toxumu boldur. Özü də baha deyil. İçərisində hansı mineralın olduğunu yazsanız sevinərəm. Əgər bilirsinizsə yazın. Mən bilirəm. Şərqə xanımın kanalında qoyacağım. Ondan necə istifadə eləmək lazımdır, başqa üsullarla onu da görəsiniz. Əslində bir dəfə göstərmişdim, bilmirəm, baxmısınız ya yox. Baxın, əti beləcə yayıram, haradasa bir 20-30 santimetr olan hissəsinə, daha sonra vuracağım rulet kimi. Düzü fikirləşirəm, uzun sov eləyim, 3 güncə eləyim, sonra dedim ki, yox, tez bazar olmaq üçün bunu rulet kimi eləyim. Sonra isə kəsəcəyim də, daha nə eləmək olar ki? Kəsici, amma indidən sobanı salırıq. Sobanı 180-200 dərəcəyə qədər qızdıra bilərsiniz. Pişirmə vaxtını isə kontrol eləyin, görəcəksiniz. Üzü altı qızarıbsa hazırdır. Deyirsiniz, bura bəs mayanı nöşə atdım bir çimdik. Gözəl sualdır. Onu da başa salın. Mayanı onun üçün attım ki, bugün hamısı yeyilməsə, sabaha qalsın. Onu bir paketin içərisinə qoyaram. Ya da qazanın içərisinə qoyaram. Və sabah pambıq kimi olacaq. Bir damcı da olsa xəmiri turşutmasaq da yenə də öz rolunu oynayacaq. Xəmirinizi yumuşaq eləyəcək. Yəni bugün siz onu xırt-xırt yeyəcəksiniz, sabah isə yumuşaq. Necədir? Xoşunuz gəldi? İndi qalan yağı da bura əlavə elədim. Ruletimi yumurladım. Bunu da biraz tezləşdirim də. Sıxmağa ehtiyac yoxdur. Götürürük bunu, kəsirik bərabər hissələrə. Sonra da altını bir azıcıq büzüb əlimizlə üstündən basırıq soba tavasının içində. Bax beləcə 12 ədəd bizim belə börəyimiz oldu. Üstünə də yumurta sarısını çəkdikmi, artıq sobamız qızıb göndəririk sobaya. Yox, istəyirsinizsə bu biraz belə özünə gəlsin. Bir yarım saat saxlayın, yarım saatdan sonra qoyun sobaya. Ya vaxtınız yoxdursa, yarım saatdan sonra qoyun sobaya. Onlar onda biraz daha da genişlənəcəklər, böyüyəcəklər. Və bişiririk. İndidən bişirib hazırlayanlara nuş olsun. Videonun altında açıqlamada resepti yazacağım. Və rəylərinizi gözləyirəm. Hələlik Şərqə xanımdan bu qədər. Ruz bərəkətiniz bol, canınız sağlam olsun. Rəylərinizi gözləyirəm. Allah hamınızı xatadan, bəladan qorusun. Sağ olun, sağlıqla qalın. Gələn videolar görüşmək üzrə. Xudahafiz. Barmaqlarım yandı.